Bugünkü günümüzdə kokteyl halında elədim. Mikser elədim. Daha sonra limonlu sirkəli suya bir gün bal əlavə elədim. Bu isə səhifəm üçün çəkiliş eləmişdim. Bu günlərim yoga və nəfəs və yoga səhifəm üçün. Orada Adi Shakti meditasiyasını çəkmişdim, paylaşırdım. İstədim ki, bu səhifəmdə də belə geyimdə sizlərlə tanışlıq verim. Daha sonra isə çayımı dəmlədim. Yıldız anasonu əlavə elədim. Ümumi omlet bişirdim. Ümumiyyətlə ən sağlıqlı yağ ərinmiş sırf nehrə yağı, kərə yağıdır. Bu bağırsaq sağlamlığımız üçün də olduqca vaciblidir. Burada əgər sizlər də o yağdan işlədirsinizsə, qorxmaq lazım deyil ölçüsündən, amma bir şeydən qorxmaq lazımdır ki, əgər bol yağlı çörəklə istifadə edirsinizsə, hələ də bu ağ çörəkdirsə, bu əlbəttə ki, kökəlməyə səbəb olacaq. Amma ümumiyyətlə protein və yağ, təmiz yağdan söhbət gedir. İstifadə edirsinizsə, bu sizin bağırsaq sağlamlığınız üçün, ümumiyyətlə insülin dirənci üçün olduqca vaciblidir. Daha sonra isə əlbəttə ki, mən çayı orqanik olaraq alıram, dəmallı çayım. Belə ümumi bişirdim bu yeməyi, ümumi süfrə üçün idi bu yeməyimiz. Daha sonra isə yürüşə çıxdım. Təbiət hər bir gün həqiqətən gözəl hava var idi. Küləksiz idi, ləzzətli idi. Yürüş elədim. Daha sonra isə yürüşdən gələn kimi belə bir bitki